birinci mərtəbədən yıxılan gənc sağ qaldı. Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılaraq sağ qaldı. Bədbəxt hadisə Xırdalanda baş verib. Hadisə Xırdalandakı Kristal Abşeron kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihat Yunusoğlu Vəliyev yaşadığı 16-cı mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanına yıxılaraq xəsarət alıb. Bu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Reportajı hazırladı Haqq Səsi TV1-in direktoru Elxan Müzəffəroğlu və səsləndirdi Haqq Səsi TV1-in müxbiri Salə Fəzail qızı.